Kiçik zabit Pirişibeyev. Kiçik zabit Pirişibeyev, bu il sentyabrın 3-də siz öz sözləriniz və hərəkətlərinizlə Uryadnik Jinjeni, Volst yüzbaşısı Alyapovu, Kəndxuda Yefimovu, şahidlərdən İvanovu və Gavrilovu 6 nəfərdə kəndlini təhqir etməkdə təqsirləndirirsiniz. Bunlardan Jinjeni, Alyapovu və Yefimovu vəzifə başında təhqir etmişsiniz. Özünüzü müqəssir hesab edirsinizmi? Kiçik zabit Pirişibeyev tük basmış üzünü qırışdırarak və əllərini yana salaraq şax dayanır, xırıltılı, boğuq səslə komanda verirmiş kimi hər kəlməni aydınca söyləyərək cavab verirdi. Zat ailələri, cənab hakim, lazım gəlir ki, qanunun bütün maddələri nəzərə alınıb tərəflər arasında araşdırılsın. Müqəssir mən deyiləm, onlardır. Bütün bunlar hamısı, Allah ona rəhmət eləsin, bir meydin üstündə baş vermişdir. Mən bu ayın 3-də arvadımla sakitcə və mərifətlə yolla gedirdim. Bir də gördüm ki, çay qırağında bir dəstə müxtəlif adam toplaşıb. Nə haqla cəmaət buraya toplaşıb, niyə toplaşıb, hansı qanunda deyilir ki, adamlar ilxi kimi bir yerdə toplaşsın. Dağılın deyə çığırdım. Adamları dağıtmağa başladım ki, çıxıb evlərinə getsinlər. Yüzbaşıya da əmr etdim ki, onları qovsun. Bağışlayın, siz nə Uryadniksiniz, nə də Kəndxuda. Adamları dağıtmaq sizin vəzifənizdir. Onun vəzifəsi deyil, deyə kameranın hər tərəfindən səslər eşidildi. Zat ailələri, onun əlindən göz aça bilmirik. 15 ildir ki, bizi cana gətirib, hərbi qulluqdan qaydandan bəri bizi elə incidir ki, adam lap baş götürüb kənddən qaçmaq istəyir. Hamını təngə gətirib. Şahid Kəndxuda dedi, elədir ki, var zat ailələri. Onunla yola getmək mümkün deyil. Əllərimizdə müqəddəs surətlər gedəndə, ya toyda, ya da bir hadisə baş verəndə o çığırmağa başlayır. Qayda-qanun qoyur, uşaqların qulağını çəkir. Arvadlara göz qoyur ki, bəlkə bir şey elədilər. Elə bil qaynatalarıdır. Bu günlərdə daxmaları gəzib əmr edib ki, mahnı oxumasınlar və işıq yandırmasınlar. Deyir ki, qanunda nəğmə oxumaq yoxdur. Hakim dedi, dayanın, siz sonra danışarsınız. İndi qoyub Pirişibeyev sözünü desin. Pirişibeyev, davam edin. Kiçik zabit xırıltılı bir səslə baş üstə, dedi. Siz zat ailələri buyurursunuz ki, adamları qovmaq mənim vəzifəm deyil. Çox yaxşı. Əgər inamsızlıq əmələ gəlirsə, onda necə? Cəmaatın şuluqluq eləməsinə yol vermək olarmı? Hansı qanunda yazılıbdır ki, cəmaata sərbəstlik verilsin? Mən buna yol verə bilmərəm. Mən onları qovub dağıtmasam, mən tələb etməsəm, bəs kim edəcək? Əsl qayda-qanunu heç kəs bilmir. Kənddə bilən təkcə mənəm. Zat ailələri, qara cəmaatla necə rəftar etməyi? Zat ailələri, mən hər şeyi başa düşə bilirəm. Mən mujik deyiləm. Mən kiçik zabitəm. İstefaya çıxmış Kapten Armusam. Kapten Armus, hərbi hissələrdə anbar müdürü deməkdir. Varşavada qərargahda xidmət eləmişəm. Sonra isə ərz olsun ki, oradan çıxandan sonra yanğın dəstəsində işləmişəm. Bundan sonra da canım xəstə olduğu üçün yanğın dəstəsindən çıxmışam. Gedib 2 il klassik kişi proqramizasiyasında qapçı olmuşam. Bütün qayda-qanunları bilirəm. Mujik isə sadə adamdır. O heç nə başa düşmür və buna görə mənə qulaq açmalıdır. Çünki bu onun öz xeyrinədir. Misal üçün elə bu işi alaq. Mən cəmaatı dağıdıram. Çay qırağında isə qum üstündə suda boğulmuş bir adamın meyidi atılıb qalmışdır. Soruşuram ki, hansı əsasa görə meyid burada atılıb qalmışdır? Belə də qayda-qanun olar, bəs Uryadnik nəyə baxır? Ay Uryadnik, deyirəm, bəs nə üçün bu barədə yuxarıya xəbər vermirsən? Bəlkə bu boğulub ölmüş adam özünü suya atıb boğulub. Bəlkə buradan Sibir qoxusu gəlir. Bəlkə burada cinayət var, onu öldürüblər. Uryadnik Jinje isə mənim sözümə heç əhəmiyyət vermir. Dayanıb papiros çəkir. Deyir ki, siz haradan bizə yol göstərən olmuşsunuz? Bu əmr haradandır? Yoxsa biz sizsiz nə eləmək lazım gəldiyini bilmirik? Mən deyirəm, ay axmağın biri, sən ki bu barədə burada durub heç bir şey eləmirsən, deməli bilmirsən. Deyir ki, mən hələ dünən nahiyə pristavına xəbər vermişəm. Soruşuram ki, nə üçün nahiyə pristavına? Qanun məcəlləsinin hansı maddəsinə əsasən adam suda batanda ya boğulanda və bu kimi başqa işlərdə nahiyə pristavına xəbər verirlər. Deyirəm ki, bu cinayət işidir.
Mülki işdir. Belə hallarda deyirəm, cənab müstəntiqə və hakimlərə xəbər göndərmək lazımdır. Əvvəla deyirəm, sən akt tərtib edib cənab hakimə göndərməliydin. Uryadnik isə mənim sözlərimə qulaq asıb gülürdü. Mujiklər də gülürdülər. Hamı gülürdü. Zat ailələri. Mən and içə bilərəm. Bu da gülürdü. Bax, bu da, Jince də. Mən də onlara dedim ki, nə dişinizi ağardırsınız? Uryadnik isə gör mənə nə deyir. Məhkəmə belə işlərə baxmır. Bu sözləri eşidəndə üstümə elə bil qaynar su tökdülər. Kiçik zabit Uryadnik Jince'yə müraciətlə dedi. Uryadnik, sən belə demədinmi? Elə dedim. Hamı eşitdi ki, sən qara cəmatın yanında dedin. Belə işlərə məhkəmə baxmır. Hamı eşitdi ki, sən bunu zat ailələri üstümə elə bil qaynar su tökdülər. Hətta qorxdum da. Dedim ki, filan şüdə. Bir də təkrar elə görüm nə dedin. O yenə həmən sözü dedi. Mən ona yaxınlaşdım. Dedim ki, sən hakim haqqında bu cür sözləri necə deyə bilirsən? Sən polis uryadniksən. Özü də hökumətin əleyhinəsən, hə? Sən bilirsənmi ki, əgər cənab hakim istəsə, belə sözlərinə görə bu etibarsız hərəkətin üçün quberniya jandarma idarəsinə xəbər verə bilər? Sən bilirsənmi ki, belə siyasi sözlərə görə cənab hakim səni hara göndərə bilər? Kətxuda isə deyir, hakim öz sərhəddindən kənar heç bir iş edə bilməz. O ancaq xırda işlərə baxır. Lap beləcə də dedi, hamı da eşitdi. Deyirəm ki, sən nə cəsarətlə hökumətə alçaldırsan? Bax, mənlə zarafat eləmə, yoxsa işin xarab olar. Varşavada və ya klassik olan proqramizasiyasında qapçı olduğum zaman belə lazımsız sözlər eşidəndə dərhal küçəyə baxırdım ki, görüm jandarm var ya yoxdur. Elə ki gördüm, deyirdim. Kavaler, bura gəl. Eşitdiklərimin də hamısını ona xəbər verirdim. Burada isə kənddə kimə deyəsən? Acığım tutdu. İndi ki adamların özbaşınalığı və itaətdən çıxması mənə toxundu. Qavaylandım. Əlbəttə, bərkdən yox. Elə belə yavaşcadan vurdum ki, zat ailələriniz haqqında bir də belə sözlər deməyə cürət etməsin. Uryadnik də kəndxudaya havadar çıxdı. Mən Uryadnikə də çəkməli oldum. Beləliklə iş uzandı. Mən qızışdım. Zat ailələri. Bir də ki, axı döyməmək olmaz. Axmaq adamı döyməsən, sən günah etmiş olarsan. Xüsusilə bir iş üstündə, nizamsızlıq üstündə bağışlayın, nizamsızlığa baxmağa adam var. Bu iş üçün uryadnik var, kəndxuda var, yüzbaşı var. Uryadnik hər şeyə göz ola bilməz. Bir də ki, uryadnik mən başa düşdüyüm şeyləri anlaya bilməz. Bir başa düşün ki, bu sizin işiniz deyil. Nə dediniz? Necə yəni bu mənim işim deyil? Çox qəribədir. Adamlar biabırçılıq eləyəcək. Bu da mənim işim olmayacaq. Yoxsa onlara bir sağ ol da deməliyəm. Budur, onlar sizə şikayət eləyirlər ki, mən mahnı oxumağı qadağan edirəm. Axı, mahnıda yaxşı nə var ki? Bir işlə məşğul olmaq əvəzinə mahnı oxuyurlar. Bir də ki, gecələr işıq yandırmağı dəb salıblar. Yıxılıb yatmaq lazımdır. Amma onlar oturub laqqırtı vurur. Gülüşürlər. Mən bunları qeyd etmişəm. Nə qeyd etmişsiniz? İşıq yandıranların adlarını. Prishibeyev cibindən yağlı bir kağız çıxartdı. Gözlüyünü taxıb oxudu. İşıq yandırıb oturan kəndlilər. İvan Prakharov, Sava Nikafarov, Pyotr Petrov, dul qalmış saldat arvadı Şustova əxlaqsızlıq edərək və qeyri-qanuni olaraq Semyon Kisalovla yaşayır. İgnat Sverçok sehirbazlıq edir. Arvadı Mavra da cadügərdir. Gecələr gedib başqalarının inəyini sağır. Hakim bəsdir deyib şahidləri dindirməyə başladı. Kiçik zabit Prishibeyev gözlüyünü alnına qaldırıb təəccüblə hakimə baxdı. Aydın görünürdü ki, hakim onun tərəfində deyil. Onun bərəlmiş gözləri parıldayırdı. Burnu qıpqırmızı qızarmışdı. O hakimə və şahidlərə baxırdı. Hakimin nə üçün belə həyəcanlı olmasının, kameranın hər tərəfində adamların nə üçün gah deyindiklərinin, gah da yavaşcadan güldüklərinin səbəbini başa düşə bilmirdi. O, bir ay həbs cəzası kəsilir, hökmünün də səbəbini anlaya bilmədi.
Əl-qolunu ata-ata heyrətlə dedi. Nə üçün? Hansı qanuna görə? Ona indi aydın idi ki, dünya dəyişmişdir. Yaşamaq daha heç mümkün deyil. Qorxunc, kədərli fikirlər onu bürüyürdü. Lakin kameradan çıxarkən bir yerə yığışıb danışan kəndliləri görən kimi hələ də tərk edə bilmədiyi əvvəlki adəti üzrə əllərini yanına salaraq şax dayandı və xırıltılı, acıqlı səslə dedi. Cəmaət, dağılın, bir yerə yığışmayın, hər kəs öz evinə. Son.